Ondan əvvəlki dərsimizdə sınaq balansını keçdik. Ondan əvvəlki dərsimizdə isə T hesabı keçdik. Ondan əvvəlki dərsimizdə isə əməliyyat jurnalını keçdik. Və dedik ki, biz maliyyə hesabatını əldə etmək üçün mühasib və yaxud mali bəyançı hansı mərhələləri keçməlidir? İlk öncə istənilən bir əməliyyatın sənəd əsas olmalıdır. Əməliyyat jurnalına qeyd olunmalıdır. Əməliyyat jurnalında öz basını sənəddən götürür. Bizim də sənəd əsasımız məsələdir. Öyrətmə məqsədli olduğu üçün. Sonra nə gəlirdi? T hesab gəlirdi. T hesab da öz bazasını əməliyyat jurnalından götürdü. Əməliyyat jurnalı doğru tərtib etmək lazımdır. Sonda T hesabda və digər növbəti mərhələlərdə nəticəni səhv almayır. Sonra gəlirdi T hesab. T hesab dedik ki, bir mərhələ deyil, bir üsuldur. O da öz bəzasını gəlib, əməliyyat jurnalını, T hesab əməliyyat jurnalını götürürdü. Sonra gəlir sınaq balansı. Sınaq balansı da gəlib T hesabdan götürür. Bugün isə keçəcəyimiz dərs nə ilə bağlı olacaq? Maliyyə hesabatları ilə bağlı olacaqdır. Maliyyə hesabatları dərsinin ilk öncə mən izah edəcəm və ismini oxuyarsınız, daha rahat emal eləyərsiniz. Növbət dərsimizdə isə bu keçdiyimiz dərslər üzərindən başqa bir məsələnin sınaq balansını əsas götürəcəyik. Sınaq balansı üzərindən isə maliyyə hesabatını tərtib edəcəyik. Yaxşı, bizim elə son hədəfimiz o ki, maliyyə hesabatını əldə eləmək üçün. Maliyyə hesabatı bizə nə üçün lazımdır? Maliyyə hesabatı yadda saxlayın ki, şirkətin faktiki vəziyyəti haqqında informasiya verir. Məsələn, gəliri nə qədərdir, xərci nə qədərdir, xalis mənfəəti nə qədər olubdur və aktivlər nə qədərdir, öhdəliklər nə qədərdir. Bunlar haqqında bir informasiya verir. Şirkətin kapitalı haqqında informasiya verir. Necə verir? Yəni, özümün qoyduğu nizamlama kapitalı nə qədərdir, təkrar kapital qoymuşamsa nə qədərdir, xalis mənfəətim nə qədərdir, niyə? Çünki mən xalis mənfəətin nəticəsi də kapitalımla bağlıdır. Niyə? Onun nəticəsi özümə aiddir. Niyə? Gəlirlə bağlı əməliyyat özümlə bağlıdır, xərclə bağlı olan əməliyyat da özümlə bağlıdır. Onların ikisinin arasında fərq olan xalis mənfəəti mən özümlə bağlıdır. Özümlə bağlıdırsa hər zaman o kapitalın üstünə görür. Biz niyə demişdik ki, ümumi kapital hesabı bərabər idi, nizamlama kapital üstə gəl, xalis mənfəət. Sonra iqtisadi qərarın qəbulunda informasiya təminatı funksiyası rol oynayır. Necə oynayır? Tutaq ki, şirkət qərar vermək üçün əvvəlki dövrün hesabatlarına baxmaq lazımdır. Məsələn, gəlir nə qədərdir, xərci nə qədər öhdəlik gördünüz, informasiya rolunu oynayır. Həmçinin bu informasiya bizə informasiya da istehsal edir. Niyə? Tutaq ki, sabah üçün bu informasiya auditorda istifadə eləsə və ya dövlət vergi xidməti istifadə eləsə, başqa bir orqanlarda istifadə eləsə, biz informasiya olur əlimizdə. Adi banklardan məsələ kredit götürəndə, yenə banklar deyir ki, məsəl üçün, deyir ki, filan hesabatı mənə ver, baxım, görüm ki, sənin vəziyyətin necə olubdur. Gördünüz, yəni hesabata gəlir. Sonra rəsmi hesabatların verilməsində lazımdır. Biz məsələn, bu hesabat əldə edəndə biz artıq vergi hesabatlarını rahatçılığından verə bilirik. Sonra müəssisənin gələcək strateji qərarların hazırlanmasında rol oynayır. Niyə? Yəni, biz bilsək ki, məsəl üçün, öhdəliyimiz nə qədərdir, biz belə də işimizi ona görə planlayacağıq. Və yaxud, məsəl üçün, bilsək ki, vəziyyətimiz yaxşıdır, daha bir strateji qərarlar verəcəyik. Sonra, nəqd pul dövriyyəsi haqqında informasiya verir. Ən çox bizə nəqd pul dövriyyəsi pul vəsaitləri hesabı ilə bağlıdır. Biz gələcəkdə görəcəyik ki, o bizə pulun hərəkatı haqqında hesabat tərtib etməkdə kömək olacaq. Ona görə də mən məsələli zamanı fikir versəz, görürsünüz ki, T hesabı tərtib edin, deyirəm ki, onu yanına təyinatını da yaz. Niyə? Biz gələcəkdə pulun hərəkatı haqqında hesabatı tərtib etmək üçün bizə lazımdır. Biz demişdik ki, maliyyə hesabatının elementləri hansılardır? Aktivlər bərabər öhdəlik plus kapital üstəgə gəlir minus xərc. 5 elementdir və 6 elementdir. Dividend də ora qataraqsa 6 elementdir. Baxın, görürsünüz, bizim düsturumuz buydu. Dedik ki, dövrün əvvəlində və əməliyyatı baş vermədikdə 3 elementdə olur. Dövrün sonunda və əməliyyatlar baş verində isə 5 və 6 elementdə olur.
və ifadə eləmişdik ki, öhdəlik kapitaldır, gəlir ola bir kateqoriyadadır və digər tərəfdən isə aktivlərdir, xərcli dividend, onlar da bir kateqoriyadadır. Bu düsturu, gördüyünüz düsturu biz parçalayırıq. Biz belə bir hesabat əldə edirik. Burada 3-cü gün 4 dənə hesabat keçəcək. 4 dənə. Gördünüz, bu balans hesabatıdır. Aktiv bərabər öhdəlik plus kapital, üstəlik gəlir, çıx xərc. Gördünüz, biz burada nə əldə edəcəyik? Gəlirdən xərci elementin üzərində düşəcək mənfəət zərər hesabatı, aktiv öhdəlik kapital element üzərinə düşəcək, formalaşacaq balans hesabatı, kapital gəlir xərc dividend elementi üzərindən isə formalaşacaq hansı kapitalda dəyişiklik hesabatı. Biz bunu qısacası necə göstərə bilərik? Qısacası. Baxın, bunu biz belə bir cədvəl formasını bu cürdə göstərə bilərik. Mənfəət zərər haqqında hesabat. Bunun adı mənfəət hesabat gedir. İngiliscədə baxsaq buna income statement də deyirlər. Elementlər hansı gəlir xərc elementidir. Gəlirdən xərcimiz çıxacaq, qalacaq situasiyadan asılı olaraq ümumi mənfəət və xalis mənfəət. Niyə? Çünki dividend sıfır olanda artıq ümumi mənfəət xalis mənfəətə bərabər olur. Dividend sıfır olanda. Kapitalda dəyişiklik hesabatı. Bunun elementlər hansılardır? Nizamlama kapitalda gəlir xərcli dividend. Gördünüz. Artıq biz kapital dəyişikliyi haqqında hesabatının elementlərini əldə edirik. Bax, nizamlama kapital, üstəlik kapital ehtiyatlar, üstəlik xalis mənfəət, çıx dividend. Xalis mənfəət gördüm, mən burada qırmızını işarə eləmişim. Niyə? Bu göstərir ki, bu hesabatın birbaşa əlaqəsi var. Yəni, mən burada aldığım nəticəni gətirib kapitalda dəyişikliyi haqqında hesabatda yazasam ora. Gəldən xərcimi çıxacam, qalacımsa xalis mənfəət, onu da gəlib bu hesabatı yazacam. Əlaqəsi budur. Maliyyə vəziyyət haqqında hesabat və balans hesabatı, buna mesela balans şitdə deyil, adı belə gedir. Onun elementlər hansılar? Aktiv, öhdəlik, kapital. Yəni, düstur nədir? Aktivlə bərabər öhdəlik plus kapital. Bir də var, pul hərəkatı haqqında hesabat. Bu, pul mədaxili və pul məxarici əsasında olur. Bunun əsas elementləri bunlardır. Dövrün sonunda pul qalığı bərabərdir. İlkin pul qalığı üstəcək pul mədaxil çıxsın, pul məxarici. Gördünüz, biz 4 dənə hesabat əldə edəcək. 4 dənə hesabat çıxaracaq onun üzərindən. İndi baxaq, biraz detallı baxacaq, mənfəət zərər haqqında hesabatımıza nədir? Yəni, bunun əsas məsələsi nədir? Qərar müəyyən etməliyik ki, şirkət mənfəət mi əldə edib, zərər mi əldə edib? Yəni, xərcləri gəlirindən çox mu olub, az mı olubdur? Bu, vergi və mühasibatıq nöqtəyi nəzərdən biz bunu bu cür qruplaşdıra bilərik. Gəlirlər çıxsıq xərcli ümumi mənfəətimizi veririk. Ümumi mənfəət 20% mənfəət vergisi çıxsaydı, qalacaqdı bizə xalis mənfəət. Görürüz, bu zərər də ola bilər. Yəni, zərər də əldə edilə bilər, mümkündür. Yəni, bu xalis mənfəət zərər hesabı deyilir. Təbii ki, xərclər ondan çox olanda. Xalis mənfəətdən çıxsaq, dividendi nə əldə edəcək? Bölüşdürülməmiş mənfəət. Dividend əgər çıxsaq. Fərz eləsək, görürsünüz, burada dividendimiz olmasaydı, bu sıfır olsaydı, bax, bu sıfır olsaydı, o demək ki, xalis mənfəət bölüşdürülməmiş mənfəətə bərabərdir. Və yaxud burada mənfəət vergimiz olmasaydı, o demək ümumi mənfəət xalis mənfəətə bərabərdir. Olmasa sıfır olasaydı. Gördünüz, ona görə də, məsələn, burada təkcə onu ifadə edirik ki, bu olmayanda bu buna bərabərdir. Dividend olmasa bölüşdürülməmiş mənfəət xalis mənfəətə bərabərdir. Yəni, dolayı yolla həm bu olmasa, onda ümumi mənfəətdə xalis mənfəətə bərabərdir, o da bölüşdürülməmiş mənfəətə bərabərdir. Biz bunu bu cür ifadə edə bilərik. Məsələn, tipik bu maliyyə hesabatının bir formasıdır. Nə ilə bağlı? Mənfəət zərərlə bağlı. Fərz eləsək ki, xidmətin göstərməsindən gəlirimiz olub 1000 manat, mal satışından gəlirimiz olub 2000, cəmi elədi 3000. Bu xərclər sabit qəbul edirsə, sıfır qəbul edirik hələ ki, sonra SMMD-miz də olubdur 1000 manat. 3000-dən 1000 çıxacaq, qalacaq 2000 manat. 2000 manata nə deyəcək? Ümumi mənfəət. Və yaxud ona deyə bilərik ki, vergiyə qədərki mənfəət. Ondan da bizim ölkəmizdə mənfəət vergisi 20%-dir.
2000-də 20% nə qədər eləyir? 400 manat. 2000-dən 400 çıxanda qalacaq 1600 manat. Hal-hazırda dividend yadda saxlayın, vergidə belə bir şey var. Dividend ödəniş eləyəndə vergisi də var. Necə əmək haqqı ödəndə, əmək haqqı ödəyəndə işçidən yəni ona görə 14% vergi tutulduğu kimi, eləmi? Burada da necədir? Burada da təsisdə pul ödənəndə 5% dividend tutulur. Yəni o deməkdir ki, sən sənəddə yazırsansa 500 manat ödənilsin, o deməkdir ki, sən təsisə 475 manat verilməlisən, 25 manatı dövlət büdcəsinə köçürməlisən. Deməli, burada da 1600-dən cəmi 500 çıxana qalır 1100 manat. Bu 1100 manat var, ha. Bu görsə, bu xalis mənfəətindir ki, adı nə oldu? Vergidən sonraki mənfəət. 1100 manat nə deməkdir? Bölüşdürülməş mənfəəti. Bu demək ki, bunun hamısı artıq müəssisə bölüşdürübdür. Gəlirin bir hissəsini bölüşdürüb gəlirin bir hissəsinin xərci qapıyıbdır. Bir hissəsindən gedibdir, mənfəət vergisini ödəyib. Bir hissəsindən dividendin əsas məbləğini ödəyib təsir. Bir hissəsindən dividend vergisini ödəyib. Axırda bölüşdürmə. Adı niyə bölüşdürülməmişdir? Yəni o demək bölüşdürülməmiş. O demək ki, o ana kimi hamısı bölüşdürülüb deməkdir. Bu da müəssisə saxlaya bilir. İstəyər bunu özü üçün istifadə eləyər, istəyər bunu yəni öz genişlənməsi üçün, əlavə işçi götürməsi üçün, əlavə fili açılması üçün, istəyər işçinin əmək haqqını artırar, istəyər orada ehtiyat kimi saxlayar, istəyər nizamlama kapitalı müəyyən qədər artıra bilər dövlət, yəni təkrar nizamlama sənədi dəyişməli. İstəyərsə də ki, məsəl elə orada saxlayar ki, ehtiyat kimi, başqa bir fond kimi yaradar. Bu oldu bizim nə? Mənfəət zərər haqqında hesabat. Bir də var balans hesabatı. Bizə balans hesabatının nümunəsi budur. Gördünüz? Dediniz, nəyin üstündə qurulur? Aktivlər bərabər öhdəlik plus kapitalın üstündə. Gördünüz? Burada pul vəsait. Ehtiyatda saxlanın. Pul vəsait 5000. Gözü cəmi nə qədər elədi? Bunlar toplayır. Elədi 10600. Öhdəliklər nə qədər elədi? Məsələn, 3950 bunların cəmi. Nizamlama kapitalı nə qədər elədi? Elədi, məsəl üçün, elədi 6650 manat. Gördünüz? Yəni 10600 bərabərdir 3950, üstəki 6650. Nə deməkdir? Aktiv bərabər öhdəlik plus kapital. Bu bərabəri, yəni fərz eləsən, bu bərabəri hər zaman alınmalıdır. Yəni, alınması səhvlik eləmirsən, ya nəyəsə unutmuşsan. Gördünüz? Bölüşdürməmiş mənfəət, görsün, nə qədərdir? 1100 manat, görsün. O 1100 manat biz burada nə qədər almışdıq? Gördük. Yəni, demək istəyirəm ki, burada aldıq mənfəət zərər haqqında hesabat, aldığın bu nəticəni təkrar bunu gətirib yazırlar adətən balans hesabatına. Bunu biləsin. Aydındır? Yəni, mali hesabatdan bir-birinin əlaqəsini biləsiniz. Bu ehtiyatlar da deyəndə biz onun gələcəkdə ayrıca müstəqil dərs olacaq. Ehtiyatlar deyəndə buna ticarət malı da daxildir. Hazır məhsul daxildir, xam mal da material da, hamısı bura daxildir. Burada bu yığılmış amortisasiya qeyd eləmişəm, bunu gələcəkdə keçəcək. Sadəcə ilk anda belə orada qoymuşam ki, rahat gözünüz öyrəşsin deyə. Bu da bizə verir nə? Kapital dəyişikliyi haqqında hesabat. Kapital dəyişikliyi haqqında hesabatın nə ilə bağlı idi? Gəldən xərc çıxırdı, mənfəət vergisini çıxardı, qalacaq xalis mənfəət. Xalis mənfəət dividend çıxarsaydı, qalacaq bölüşdürülməş mənfəət. Kapital hesabı nəyə bərabər? Nizamlama kapital, üstəlik kapital ehtiyatı, üstəlik bölüşdürülməş mənfəət. Yəni gördünüz, kapital hesabı nəyə bərabər oldu? Nizamlama kapital, üstəlik kapital ehtiyatı, əgər varsa, bir də bölüşdürülməş mənfəət. Gördünüz, mənfəət zərər haqqında hesabatda aldıq, bölüşdürülməş mənfəət təkrar gətirib buraya yazır. Yəni bizim kapitalın ümumi düsturu budur. Kapital hesabı ümumi düsturu budur. Yəni biz nə əldə elədik? Biz dolay yolunu əldə elədik ki, gəlir xərcin özü də, dividendin özü də hamısı kapital hesabatının elementləridir. Dividendin özü də. Qısaca belə ifadə elə bilərik. Məsələn, bunu bir böyük formatda biz belə ifadə edirik. Gəldən xərci xalis mənfəət dividend çıxırsa qalaq bölüşdürülməş mənfəətlə nizamlama kapitalı və ehtiyat kapitalı birləşir, hamısı xüsusi kapitalı və müəssisə ümumi kapitalını əmələ gətirəcək. Görürsünüz,
o həmin bu 1100 manatı burada da yazmışım. Nədir göstərəm? Yəni o aldığım 1100 manatın bölüşdürmə mənfəət zərər haqqında hesabat. Gördünüz, mən onu həm gətirdim, kapital dəyişikliyi haqqında hesabata yazdım, həm də balans hesabatına yazdım. Gördünüz əlaqəsi. Ona görə də hər zaman və hər zaman birinci nə həll ilə, hər zaman və hər zaman birinci adətən mənfəət zərər haqqında hesabat tərtib edirlər. Sonra oradakı rəqəm növbəti yazacağım, ona görə birinci onu yazmaq lazımdır. Fərz eləsə nizamnama kapitalım 5250-dir. Ehtiyat kapitalında sonradan olsa, məsələn, əlavə pul olsa 11.000 bu olsaydı, kapitalın geri götürülməsi nədir? Bu xalis mənfəət deyil. Kapitalın geri götürülməsi xalis mənfəətinə bağlı deyil. Tutaq ki, mən 11.000 pul qoymuşam müəssisə əlavə öz cibimdən, nizamnama kapital əlavə. Ancaq 500-ün geri götürdüm. Qoymuşdum 500, orada qalsa 10.500. Buna deyək kapitalın geri götürülməsi əməliyyatı. Burada şərt deyil ki, mən mənfəət əldə edeyim. Şərtim yoxdur. Götürə bilərəm. Ancaq xalis mənfəət, dividendi götürmək üçün mütləq mənfəət əldə etməliyəm. Çünki dividend xalis mənfəətdə ödənilir. Ancaq kapitalın geri götürməsi, xalis mənfəətini ödənir. Müəssisə nə qədər pul o qədər geri götürə bilər. Aydındır? Gördünüz? Hər zaman biz burada da fərz eləsək, burada da bölüşdürülməmiş mənfəət nəyə bərabərdir? Xalis mənfəət çıxısı dividend. Nə deməkdir? Nə deməkdir? Bax, burada tutaq ki, burada nə qədər xalis mənfəət? Burada bunu ifadə edək. 1150. 1100. 1100. 1100-dən 850 çıxanda nə qalacaq? 250. Hansı? Hansı? Burada? Bəli, burada düzəltəcəm. Orada, burada. Burada nə qədər olacaq? 1100. 1100. 1100-dən də biz çıxsaq, təkrar 250-mizi. Bəli. Nə qədər oldu? Demək, oldu 15.000. 15.000. Çıxılsın 700. 15.000, o elədi 16.000. Eləmi? 16.100. 16.100-dən də, eləmi? 750-nin çıxan nə qalır? $15.600. Nə qədər? Tamam. Tamam. Yenə baxaq. Deməli, nə qədər, bu elədi nə qədər? 15.000. 15.000-in üstünə məsəlsin. O deyilədi 16.100. 16.100 çıxaq 750. Elədi 15.350. Gördünüz? Demək, gördünüz bizim kapitalımız, demək 15.350 oldu. Demək, kapital elementi, kapital hesabatının elementləri nə oldu? Nizamnama kapital, ehtiyat kapitalı, kapitalın geri götürmə, xalis mənfəət. Bəli, dividend. Gördünüz? Yəni, bunun fərqi oldu. Sabahsı gün məsəl üçün deyirəm da, bu sıfır olsaydı, olmasaydı, elə o zaman xalis mənfəət, bölüşdürülməmiş mənfəətlə bərabər olacaqdı. Elə ikisi də bu dividend məsələn xalis mənfəətlə bölüşdürülmüş mənfəətlə bərabər olacaqdı. Olmasaydı. Yəni olmasa da belə biz onun fiktivni yerin belə qoyuruq ki, adətən belə də yeri bilinsin. Aydındır? Sualım var.